Salam, hər vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 8-ci sinif fizika dərsliyindən tam mexaniki enerji mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq. Amma dərsə başlamamışdan qabaq hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün başlayalım dərsimizə. Əvvəlcə A variantındakı olan suallara baxaq. A variantında deyir ki, Nigar yayı sıxaraq onun üzərinə top qoydu. Yayı sərbəst buraxdıqda topun yuxarı qalxdığını müşahidə etdi. Yayı sıxıb saxladıqda o hansı enerjiyə malikdir? Biz mövzu izahlarında öyrənmişik ki, yay sıxıldığı zaman zərrəciklər arasında qarşılıqlı təsir yaradığına görə bu zaman potensial enerji mövcud olur. Yəni yayı sıxıb saxladıqda potensial enerji yaranmış olur. B variantı, yay əvvəlki vəziyyətinə qayıtdığı müddətdə yayın potensial, cismi isə kinetik və potensial enerjisi necə dəyişir? Baxın uşaqlar, deməli yay sıxılıb və bunun üzərinə bir cisim qoymuşuq. Bu yayı mən buraxsaq, əlbəttə ki, yay asılmaq istəyəcəkdir, yəni əvvəlki vəziyyətinə qayıtmaq istəyəcək. Əvvəlki vəziyyətinə qayıdanda bunun üzərindəki cisim nə edəcək? Hələ ki tam qalxmayıb, yəni hələ ki bunun üzərindədir. Bu olduğu müddətdə yayın və cisim potensial enerjisi necə dəyişir, onu müəyyənləşdirməliyik. Baxın, yayın deformasiyası əvvəlcə sıxılmış vəziyyətdə idi, yəni zərrəciklər bir-biri ilə qarşılıqlı təsirdə idi. Yəni sıx qarşılıqlı təsirdə. Açıldığı zaman zərrəciklər arasında qarşılıqlı təsir azaldığına görə yayın potensial enerjisi azalır. Buradan yazayım. Yayın potensial enerjisi azalır. Amma cismin potensial və kinetik enerjisini desək, cismin potensial enerjisi hündürlüyə qalxdığına görə cismin potensial enerjisi artır. Cismin potensial enerjisi artır. Eyni zamanda, axı bu yayın üzərində olan bu cisim ki var, bu cisimə müəyyən bir sürət veriləcək. Məhz o baxımdan da kinetik enerjisi də artır. Cismin kinetik enerjisi artır. Amma uşaqlar, bu yayın sıxılıb əvvəlki vəziyyətinə qayıtdığı anda daha, yəni sonra proses dəyişəcək. C variantına fikir verin. C variantını silək, sonra yazaq. Top yaydan ayrılıb yuxarı hərəkət etdiyi müddətdə onun kinetik və potensial enerjisi necə dəyişir? Bu zaman tam mexaniki enerji saxlanılırmı? Baxın, deyir ki, top yaydan ayrılıb, artıq bu yayın üzərindən ayrılıb yuxarı hərəkət etdiyi müddətdə kinetik və potensial enerjisi, yəni Y kinetik və Y potensial enerjisi necə dəyişər? Biz bunu müəyyənləşdirməliyik. Biz bilirik ki, yay müəyyən bir enerjiyə topladığına görə, sıxıldığı zaman müəyyən bir enerji topladığına görə, bunun üzərinə qoyduğu bir cisimi yuxarıya doğru böyük bir sıçrayışla atmış olacaq. Yəni, böyük bir sürət vermiş olur. Cisim yayın üzərində olduğu müddətdə yay bütün sürətini ilk öncə cismə verir. Yəni, ilk öncə bütün sürət cismə verildiyinə görə ilk anda Y kinetik maksimum olur. Y kinetik bərabərdir maksimum. Amma potensial isə minimumdur. Y potensial bərabərdir minimumdur. Amma cisim yuxarı qalxıb müəyyən bir nöqtəyə gəlib çatdığı anda, ən yuxarı anda cismin potensial enerjisi maksimum olacaq. Çünki ən yuxarı hündürlükdə olacaq. Amma Y kinetik enerjisi isə minimum və yaxud da ki, sıfıra bərabər olacaq. O şəkildə də deyə bilərik. Yəni, belə deyək, cisim ilk anda kinetik enerji maksimum olur, potensial enerji minimum. Amma ən yuxarı anda isə potensial enerji maksimum olur, kinetik enerji minimum. Bu, bilirsiniz niyə görədir? Burada suala fikir verin. Cisim tam mexaniki enerji saxlanılırmı? Bunun səbəbi odur ki, tam mexaniki enerji saxlanılır. Yəni, Y tam bərabərdir, Y potensial plus Y kinetik olmalıdır. Potensial artdığı müddətdə kinetik enerji azalmalıdır və yaxud da ki, tam əksi potensial enerji azaldığı müddətdə kinetik enerji artmalıdır ki, bir-birlərini kompensasiya edə bilsinlər. Daha sonra öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqlara baxalım uşaqlar.
Öyrəndiklərinizi yoxlayın hissəsində deyir ki, tam mexaniki enerjinin saxlanması qanunu hansı halda ödənilir? Tam mexaniki enerjinin saxlanması qanunu sürtünmə qüvvəsi olmadıqda ödənilir. Yazaq. Sürtünmə qüvvəsi olmadıqda. Çünki sürtünmə qüvvəsi dövrəyə girdiyi müddətdə əlavə bir təsirlər olur və enerjinin saxlanma qanunu ödənilmir əlbəttə ki. İkinci, yer səthindən 100 metr yüksəklikdə uçan qartalın sürəti 36 km bölünsün saat, kütləsi isə 8 kiloqramdır. Onun tam mexaniki enerjisini hesablayın. Tam mexaniki enerjinin düsturunu bilirik. Bilirik ki, bəlkə yer açaq. Bilirik ki, bu zaman Y tam bərabərdir. Y potensial plus Y kinetikdir. Y potensialın yerinə yazaram ki, Y tam bərabərdir. mRh plus Y kinetikin də yerinə mv kvadrat bölünsün 2'ye. Verilənləri buradan yazın. H hündürlüyümüz bərabərdir 100 metr. Qartalın da sürəti 36'dır. V bərabərdir 36 kilometr bölünsün saat. 36 kilometr bölünsün saatı metr bölünsün saniye çevirsək, əslində avtomatik 10 olduğunu bilirik, amma çevirmə prosesini də yazsaq, 36 vurulsun, kilometrin yerinə 1000, saatın da yerinə 3600 yazarıq. Sıfırlar ixtisar gedəcək. 36 ilə də 36 qalacaq burada 10 metr bölünsün saniye. Kütləsi də 8 kiloqramdır. Yəni M bərabərdir 8 kiloqram. Və gətirib bu düsturda yerinə qoysaq, Y tam bərabərdir. M8 vurulsun J 10'dur. H-ımız da 100. Plus, yenə də yazıram burada M8'dir. V'nin kvadratı, yəni 10'un kvadratı bölünsün 2'ye. Bərabərdir. 8 ilə 2 ixtisar getdi. Burada qaldı 4. Bərabərdir. 800.000 plus 10'un kvadratı 100, 400. Bərabərdir 8400 joule olmuş olacaq. Yəni bu şəkildə həll eləmiş olduq. Daha sonra keçək 3-cü suala. 3-cü sualda bizdən nəyi soruşur? Velosipedçi üfüqi müstəvidə sabit sürətlə hərəkət edir. O əyləcə basır. Velosiped sürüşür və dayanır. Şəkildə dayandıktan sonra velosipedin təkərinin termal kamera ilə çəkilmiş təsviri verilir. Termal kamera təsvirlərində cismin temperaturunun daha yüksək olduğu hissələr qırmızı rənglə göstərilir. Keçək suala. Sualda deyir ki, hərəkət halındaykən velosiped hansı növ enerjiyə malik olur? Hərəkət halında olduğu müddətdə velosiped yer səthinə nəzərən potensial enerjisi 0 qəbul etsək, o yalnız kinetik enerjiyə malik olur. Yəni yer səthinə nəzərən potensial enerjini 0 göstərsək, hansı növ enerjiyə malik olur? Kinetik. Kinetik enerjiyə malik olmuş olur. B variantı. Velosipedin dayanması hansı qüvvənin hesabına baş verdi? Əlbəttə ki, velosiped dayandığı müddətdə yer ilə sürtünmə qüvvəsi yaranır və sürtünmə qüvvəsinin hesabına velosiped dayanmış olur. Daha sonra C variantı. Dayandıqda velosipedin mexaniki enerjisi hansı enerji növünə çevrilir? Deməli, uşaqlar, əyləci basdıqda velosiped tormozlanaraq dayanır. Tormozlanma zamanı velosipedin təkərləri və onların sürüşdüyü səth qızır, əlbəttə ki. Bu zaman velosipedin kinetik enerjisi təkərlə onların sürüşdüyü səthin istilik enerjisinə çevrilir. Yəni ki, təkərin səthlə təmas edən hissəsinin termal kamera vasitəsilə təsvirində qırmızı görünməsinə səbəb budur. Yəni, səthlə sürtünmə baş verdiyinə görə qızma prosesi baş verir və termal kamera ilə göstərdiyi zaman qırmızı rəngdə görülür. Daha sonra 4-cü və sonuncu suala baxaq. 4-cü sualda bizə deyir ki, 4-cü sual bizdə platforma üzərində dayanmış üzgüsünü göstərir və suya tullandığı göstərilir. Amma sizdə deyəsən kaktus, yox, ağac və kakos göstərilmişdi, səhv eləməmsə.
Ağacdan düşən kokos müəyyən bir hündürlükdən düşür və ona görə məsələ həll olunurdu. Heç bir fərq yoxdur. Yenə də eyni proses baş verəcək burada. Hündürlük bizdə 10 metr götürüb, B səthində 5 metrdir. Sıfır səthində, yəni C səthində isə 0 metrə bərabərdir. Potensial enerji ən maksimalda əlbəttə ki, MJH ilə hesablanır. Y potensial bərabərdir MJH və buna görə tapsaq, Y potensial bərabərdir. M-imiz nə qədərdir? 50, vurulsun J-imiz 10, H-ımız da yenə də 10 bərabərdir. Olacaq 5000. 5000 joule burada 500 göstərilib, səhv düşüb təbii olaraq. Kinetik enerjimiz həmin ilk anda hələ ki sürət yığmadığına görə kinetik enerji Y kinetik bərabərdir 0 olur. Y potensialımız isə maksimum olur, yəni 5000 joule bərabər olur. Daha sonra tam mexanik enerji isə Y potensial plus Y kinetik olduğuna görə Y tam yazaq. Y potensial plus Y kinetik olduğuna görə 5000'in üstüne 0 geldiği zaman yenə də 5000 joule qalır. Sonra 0'ı yazaq, sonra B nöqtəsinə keçək. 0 hündürlüyündə fikir verin. Ən yuxarıda kinetik enerji 0 idi, potensial enerji maksimum idi. Ən aşağıda isə hündürlük olmadığına görə Y potensial bərabərdir 0 olacaq, amma kinetik enerji isə maksimum olmalıdır. Səbəb yenə də tam mexanik enerjinin qorunmasıdır. Yoxsa baxın, fikir verin, Y tam bərabərdir, Y potensial plus Y kinetik. Birincidə, yəni 5000 bərabərdir. Birincidə potensial enerji maksimum idi. Yəni potensial enerji 5000 idi, plus kinetik enerji isə 0 idi. 5000 5000'e bərabərdir. İkincisində yazanda, yəni bax C nöqtəsini yazıram indi. C nöqtəsində isə tam enerji yenə də 5000 olmalıdır da, qorunmalıdır, bərabərdir. Potensial 0'dır. İndi 5000'ə bərabər olması üçün kinetik enerji nə qədər olmalıdır? Əlbəttə ki 5000. Və bu şəkildə ödənmiş olur. Kinetik enerji yazıram bunun zaman 5000 joule. O zaman yazıram bura. Deməli, potensial enerji 0 joule, kinetik enerji 5000 joule və tam mexanik enerji də 5000 joule-a bərabərdir. Amma B nöqtəsinə fikir verin. B nöqtəsi 5 metr hündürlüyündədir. Yəni tən yarısı. Demək ki, potensial enerji əvvəldə 5000 idisə, tən yarıda kinetik enerji ilə potensial enerji bir-birinə bərabərləşəcək. Yəni burada göstərəcək ki, potensial enerji 2500-dür, kinetik enerji də 2500-dür. Çünki bunların toplam cəmi 5000 etməlidir. Bu şəkildə həll etmiş oluruq. Bu qədər uşaqlar. Ümid edirəm ki, tapşırıqların izahı hər birinizə aydın oldu. Sağ olun.